Salam dostlar, hər birinizi yeni videomdan salamlayıram. Bugün bu ətir şahımı sizə çəkirəm. Mənim bu ətir şahım gün keçdikcə gözəlləşir və bu gözəlliyi sizin də görməyinizi istəyirəm. Çox qəşəng bir vəziyyətdədir, çox gözəl bir haldadır. Biraz külək əsir. Belə qəşəng çiçəkləri var, çox xoş çiçəyi var. Bunun baxımı çox rahatdır. Bəzi qızlarımız bunu çox bəyənibdir. Mənim bu ətir şahımın həqiqətən də çiçəkləri çox gözəldir. Çox şıx bir çiçəkləri var. Biraz belə bağlasam daha yaxşı olar. Çünki 3 dənə budaqdır. Belə əvvəllər əkəndə belə balacaydı. İndi böyüyüb belə 3 dənə hissəyə ayrılıbdır bunları. Əslində bağlasam daha yaxşı olar. İndi hələ ki çiçəkləri var deyə toxunmuram. Çünki çiçəklərinin tökülməyini istəmirəm. Bu elə də çox bilinən bir növü deyil. Bu hər adamda olmur. Mən də təsadüfən üstünə çıxıb almışdım. Bir də bunların bir narıncı rəngdə olanları var. Mən çox istəyərdim ki ondan məndə olsun. Bunun narıncı açan rəngi nə vaxtsa qismətsə rastıma çıxarsa ondan da əldə eləyərəm yəqin ki, qismətdə varsa olar. İldə bir dəfə çiçəkləyir bunlar, ildə bir dəfə çiçək açır. Baxımı da çox rahatdır, belə bağça torpağına əkmişəm. Hər zaman ki mənim bu quru sarı torpağım. Əkmişəm bağça torpağına, ildə bir dəfə çiçəkləyir dedim. Bu çiçəklərimə nə verirəmsə su ondan verirəm, başqa da bir şey eləmirəm. İndi hələ ki bunların belə çiçək açan devridir. Bunu da videomda bir geniş yer ayırmaq istədim. Çünki bu həmişə arada qalır. Bununla başlamaq istədim videomu. Açıq solan çiçəkləri çoxdur, amma bir yandan da belə düymələr də var. Bu ceyran gözü sardunyalara da oxşuyur, amma ətir şahın da böyük növüdür. Məndə ətir şahları olubdur, xırda çiçəklə açanlar. Onları sonra niyəsə baxmadım, ləğv elədim. İndi belə gözəl, göstərişli çiçəkli olanlarından əldə eləməyə çalışıram. Belə çox gözəl, baxımı rahat, xoş bir bitkidir. Mənim bu kalanşom da çox gözəl çiçəyindədir. Çox xoş çiçəkləri var. Bu da açmağa davam edir. Hələ yəqin ki bir ayda bunların üzərində çiçəkləri duracaq. Çünki kalanşolar çiçəyə çox meyilli deyil. Gec açır, amma gecdə solur. Bir də sizə bu mən kənnar tacımı çəkirəm. Əsasən də bunların gözəlliyini sizə göstərmək istəyirəm. Çiçəklərindəki gözəlliyi. Görürsünüz, bu nə gözəl çiçəyi var. Əslində istəyərdim ki bu ya qırmızı ola, ya sarı ola. Belə bir rəngi var, amma qəşəngdir. Çox xoş çiçək var. Arada gün görməyənləri, amma belə ağ qalıb. Amma özü əvvəl 2 çiçək idi, sonra çiçəklərin içindən 4 dənə çiçək çıxartdı. İndi bunların içindən belə hərəsindən 4-4 çıxardır. Buna yaxın zamanda kür vermək istəyirəm. Çünki istəyirəm ki daha gözəl inkişaf eləsin, daha da gözəl olsun. Bu da xırda kənnar tacımdır, bu yarpaqsız, amma özü bol çiçəkdə olan kənnar tacım. Belə gözəl bir vəziyyətdədir. Çox xoş bir çiçəyi var. Bu çox xırdadır, bu böyük çiçəklidir. Çiçəklərinin fərqi böyük olmağındadır bunların. Burada bir dənə də mənim begonia növündən olan çiçəyim var. Bunu qışda əkmişdim. Burada belə, hələ ki çiçəyi yoxdur, amma belə getdikcə böyüyür. Petuniyalarım da belə özü solubdur, amma çiçəkləri yaxşıdır. Buradan digər mənim əkdiyim balaca tikənlər tacında
2 yarpağı var idi. İndi yenidən yarpaq çıxardır. Və burada mənim bir dənə də askıda olan pelargonium çiçeğim var. Bol düymədə olan. Bunun bir anası, bunların əslində ən birinci ekdiyim anası çox qəşəng çiçəkləyir. Uca başlayıb o çiçək açmağa. Bu da yeni çiçəkləməyə başlayır. Bunun torpağını dəyişmişdim, torfu əkmişdim. Torfu əkməyim çox yaxşı olubdu. Çünki belə görürəm ki, çox qəşəng yarpağı daha yaşıldır, daha gözəldir. İndi bunların hamısını mən torfa almağım biraz mümkün deyil. Çünki bir yerə torf çatdırmaq olmaz. Həm maddi baxımdan, həm də ki, almaq, gətirmək falan belə. Amma güllərimə çox gözəl xeyir olubdur. Torfda olmayanlarım da belə düymədədir, amma torfda olanımın yarpağı daha yaşıldır. Bunun anasını da indi çəkim. Və gəldim bura anasının yanına. Anası belə qəşəng qatda açan rozlu çiçəklidir. Ən çox bundan varımdır. Bu da torfda deyil, kət torpağındadır, amma bu da gözəl düymədədir. Yəni ki, elə bunların fəsilidir. İndi bunların çiçəklənmək dövrü başlayır. Həmişə may ayında açır bunlar. Bu da çox gözəl, göstərişli bir çiçək olacaqdır. Belə qəşəng görükür. Bu da torpağın dəyişdiyimdir. Təzəliklə dəyişmişdim. Yeni düymələr verməyə başlayıb. Bu da ağ kalanşondur. Bir digər olanı. Bu təzə açılmağa başlayır. Bu da artıq çiçəklərin göstərməyə başlayıbdır. Bu da digər olan yerli dikenler tacıdır. Bu da çiçəyimdədir. Belə bir qabda 2 dənə rəng əkmişəm. İkisi də qəşəngdir. Bu da toxumdan əkdiyimdir. Al qırmızı gözəl bir çiçək. Amaralisin artıq ikisi də çiçəkliyib. Qırmızı amaralis, xeyli də düymələri var. Artıq böyüdük düymələrin. Digər amaralislərim də düymədədir. Hələ ki çiçək açmayıblar, amma hamısı yaxşıdır. Dostlar, keçən il torpağa əkdiyim bu mor yonca, süs yoncası. Bu da torpaqdan çıxıb, başlayıb çıxmağa. Belə yerdə özün göstərməyə başlayır. Qışda ölmüşdü, amma indi təzədən təkrarən göyərib başlayıblar ki, yaxşı olmağa. Bu da ağram aşqamdır. Bu da düymədədir. Və mənim artıdığım bir dənə artımışam o qırmızı olan pelargoniyamdan. Bu da budur. Balaca boy olduğuna baxmayaraq. Bu da qəşəng. Həm düyməsi var, həm də çiçəkləməyə başlayır artıq. Çox qəşəngdir. Bu da bir digər mənə qızlar vermişdi. Bu qədifə rəngi qara bordo olan həmən köməncidir. Hələ ki indi çiçək açır. O birisi də düymədədir. O birisi bilmirəm hansındandır. Yəni balaca hər yerə əkirəm. Çiçəkləyəndə bilirəm ki, hansıdır. Mən də bundan varımdır bu düymədən, bu güldən. Hələ ki düymələməyibdi. İndi bir dənə olan tikanlı gülüm budur. Onda keçən il çox xoşum gəlmişdi videoda qızlarınkindən. Keçən il bunu əldə eləmişəm. Belə çox düyməli, belə çox balaları var, amma düyməsi hələ ki yoxdur. İndi bilmirəm bu qırmızılar düymə mi olacaq, yoxsa nədir? Biləniniz varsa mənə yazar. Belə qırmızı balaca nələrsə var. O yəqin ki düyməsi olar. İnşallah ki mən də bunu çiçəklənməyi görərəm. Çox xoşuma gəlib bundan. Keçən il bunu elə əldə elədim. Çox üstündə belə əl vuran kimi düşür. Belə çölə həyətə qoymuşam, yağış belə. Hamısını yağışdan yağış vurur gündən gün. Sarı olan kalanşomda belə üzümü güldürür. Çox qəşəng çiçəkləməyə artır. Balaca olsa da çiçəkləməyə yaxşıdır. Sarı qırağı tırtıllı çiçəkləri var bunun.
Böyle güzel bir rengi var. Böyle dostlarım, buradan da sizle sağollaşın. İnşallah ki yeni videolarda görüşmek üzere. Yeni tez videolar çekeceğim. İnşallah bezmərsiniz. Güllərimiz çiçəklər ancaq istəyirəm ki, bunlarla bağlı videolar çəkeyim. Hoşuma gəlir. Qalanşım, ağ geranım da belə gözəldir. Belə hələlik dostlar.